Bu dərsimizdə like operatoru ilə tanış olaq. Like vasitəsilə biz sütunlar üzərində müəyyən axtarışlar edə bilərik və bu axtarışları mütləq şəkildə tək dırnaq arasında yazmaq lazımdır. Like-ın özünə məxsus keywordləri faiz və altdan xəttdir. Məsələn, kimin adı A hərfi ilə başlayır və yaxud kimin telefon nömrəsinin sonu 66 ilə bitir. Like vasitəsilə tapaq və ya first name like A faiz. Faiz işarəsi ona görə istifadə etdim ki, bundan da əlavə faizin mənası odur ki, birinci hərf böyük A hərfi olsun. Amma A-dan sonra istənilən qədər hərf, rəqəm, uzun sözün qısası, hər hansı bir şey gələ bilər. Sadəcə bunu bildirmək üçün faizdən istifadə edirik. First name sütununa da baxsaq, gələn bütün sətirlər A hərfi ilə başlayır. Bir istisna da bundan ibarətdir ki, Oracle SQL-də like operatoru case sensitivedir. Case sensitive sözünün mənasını bilməyənlər üçün deyirəm ki, burada kiçik A hərfi yazmaqla böyük A hərfi yazmağın fərqi var. İkinci nümunəyə keçək. Kimin telefon nömrəsinin sonu 66 ilə bitir. Yəni ki, phone number sütununda əvvəldə nə olur olsun, amma sonu 66 ilə bitən telefon nömrələri gəlsin. Phone number sütununa da baxsaq, sonu 66 ilə bitən telefon nömrələri gəlmiş oldu. Başqa bir nümunə. Kimin soyadı daxilində G hərfi keçirsə, o işçiləri tapaq. Bu G hərfi istənilən bir yerdə ola bilər. Əvvəldə, axırda, ya da ortalarda bir yerdə. Bu tipli bir axtarış etmək üçün hər iki tərəfdə faiz keywordünü istifadə edirik. Demək ki, G hərfinin hər iki tərəfində faiz yazdım və last name sütununa da baxsaq, məsələn, burada axırda gəlib G hərfi. Burada ortalarda bir yerdə. Burada da həmçinin. Department cədvəlinə keçid alaq. Bizə sual verilir ki, kimin department adında boşluq simvolundan istifadə olunubsa, o sətirləri tap. Faiz və bir dənə də boşluq işarəsi. Vəssalam. Nəticədə hansı sətirlərdə ki boşluq var, o sətirlər gəlmiş oldu. Məsələn, Human Resources, bildiyimiz HR. Faiz keywordu ilə bağlı sonuncu misala baxaq. Sual bundan ibarətdir ki, kimin e-mail adresi B hərfi ilə başlayıb T hərfi ilə bitir. B, faiz, T. Nəticədə bizə 2 sətir gəlmiş olacaq. Baxsaq, həqiqətən Ernst Beveret. B hərfi ilə başlayıb T hərfi ilə bitdi. Bəs altdan xətt nə iş görür? İlk öncə deyim ki, bir altdan xətt bir simvolu təmsil edir. Eyni qaydada 2 altdan xətt 2 simvolu təmsil etmiş olacaq. Hansı işçilərin soyadının ikinci hərfi H hərfidir? Bunu tapmaq üçün altdan xəttdən istifadə etməliyik. Altdan xətt H faiz. Burada like vasitəsilə deyirik ki, last name sütununda birinci yerdə duran simvola baxma. Nə olur olsun onu keç. İkinciyə bax və əgər H hərfidirsə, o soyadları gətir. Last name sütununa da baxsaq, gələn bütün sətirlərdə ikinci hərf H hərfidir. Mən həm dərsin əvvəlində dedim, həm də nümunələrdən gördük ki, faiz və altdan xətt like-la birlikdə istifadə olunan xüsusi keywordlərdir. Amma elə sətirlər ola bilər ki, orada faiz və altdan xəttin elə özü var. Bunu daha aydın izah edim deyə nümunə adında bir cədvəl yaratmışam. Faiz dərəcəsi sütununda, məsələn, polislərin maaşından 20% vergi tutulur. Müəllimlərin maaşından 10% vergi tutulur, həkimlərin maaşından 25% vergi tutulur. Göründüyü kimi mən 2 sətirdə faiz işarəsindən istifadə etmişəm, amma digərində isə faiz olaraq yazmışam. Bizdən soruşulur ki, hansı sətirlərdə faiz işarəsi var? Onu like operatoru istifadə edərək tap. Bu kimi hallarda escape-dən istifadə olunur. Escape-in vəzifəsi yalnızca bundan ibarətdir ki, like-a aid olan faiz və altdan xətt keywordlərini, belə deyim, axtarılan simvola çevirsin. Bu yazılış az öncə öyrəndiyimiz like-ın yazılışıdır. Burada bütün sətirlər gəldi. Amma mən bir dənə də faiz işarəsi yazıb, sonra escape yazıram. Və bir dənə də xüsusi escape simvolu yaradıram. Bu işarənin adı slash-dir. Bu yaratdığım slash işarəsini gətirib atıram ortadakı faizin qarşısına və execute edirəm. Escape sorğumuzu işlədən zaman onu həyata keçirir ki, slash-dən sonraki faiz elə axtarılan datanın özüdür. Sorğunun nəticəsində hansı sətirlərdə ki, faiz işarəsi var, onlar gəldi.
Escape-i təmin etmək üçün ən çox slash-dən istifadə olunur, amma başqa şey də ola bilər. Məsələn, @ Avtomatik bu @ burada da yazmalıyam. Yenə də eyni nəticə gəldi. Deməli, ev tapşırığı olaraq siz də Employees cədvəlində Job ID sütununda axırdan 3-cü simvolu altdan xətt olan sətirləri tapın və şərh bölməsində yazmağı unutmayın.